Arif Rəhimzadə sıradan bir adam deyil. Arif Rəhimzadə həm də tərəfdarlarına bir mesaj göndərir ki, vaxtilə Moskva məni Ramiz Mehdiyevin yerinə seçib dövlət başçısı gətirsəydi, sizin planlarınızı mən çoxdan həyata keçirərdim. O cəsarət məndə var, həm də demək istəyir ki, məndə olan cəsarət Ramiz Mehdiyevdə olmayıb. Həm də onun mesajını verir. Arif Rəhimzadənin Moskvanın tam kuklası olduğunu hər kəs bilir. Özdə xırda kukla deyil o. Ramiz Mehdiyev qədər Moskva üçün əhəmiyyətli olan bir figurdur. Təsəvvür edin, bu yaxında Ramiz Mehdiyev də dolayısıyla açıq-açığına dedi ki, onu partiyadan bir çıxara bilmərik, məhkəmə qərarı olmadan onu bir cəzalandıra bilmərik. Yəni məhkəmə olacaq 5 ildən sonra. 5 ildən 10 ildən sonra məhkəmənin qərarından bunlar Ramiz Mehdiyevi yapdan çıxaracaqlar mesajını verir. Əslində o yap məsələsi də deyil, Zahir bəy. O mesaj verirdi ki, bizi heç kim cəzalandıra bilməz. Biz heç kimi də sıralarımızdan çıxarda bilmərik mesajını verirdi. Və eyni zamanda o mesaj verirdi ki, bugün görüntüdə olan Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevi yapdan çıxara bilər, amma dərin dövlətin yapı Ramiz Mehdiyevi heç zaman yapdan çıxarılmaz. Onun mesajını verirdi. Bu Yeni Azərbaycan Partiyasının dərində olan sədri kimi çıxış edir bugün. Gizli dövlətin Yeni Azərbaycan Partiyasının sədri kimi çıxış edir bugün. Bugün Arif Rəhimzadə qanun qarşısında artıq cavab verməlidir. Məsələni qızışdırır. Bunlar istindaqa çəkilmədikcə, cəzalandırmadıqca artıq hər cürə oyunlara gedirlər. Arif Rəhimzadə 30 ildə Azərbaycanın başına gələn bütün bəlalarda iştirak edən adamdır. Ramiz Mehdiyev qədər məsuliyyət daşıyır. Moskva tərəfindən Azərbaycan işğal planında həmşəskər kimi iştirak edib, bugün də SSR bayrağının dalğalanmasını Azərbaycana, dövlətinə bayraq qaldıranlara bu dəstək olur və eyni zamanda demək istəyir ki, o bayrağı mən qaldırmışam. Yəni o bayraq mənim bayrağımdır demək istəyir.